Salam, hər vaxtınız xeyir olsun. Bu gün Azərbaycan dilindən 9-cu sinif test toplusundan maraqlı bir sualın izahına baxırıq. Verilmiş cümlələrə əsasən Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. İndi fikirlərimizə baxaq, daha sonra cümlələrimizi oxuyarıq. Birinci, quruluşuna görə mürəkkəb olan zaman zərfi işlənmişdir. Yalnız A olan cümləyə aid edib. Gəlin baxaq. Qocanın üzü birdən-birə sevinclə parladı. Burada bizim iki zərfimiz var. Birdən-birə, bir də sevinclə. Hər ikisi tərzi hərəkət zərfidir. Deməli, birinci fikrimiz yanlışdır. İkinci, düzəltmə zərf hərəkətin tərzini bildirir. Bunu da yalnız buna aid edib. Düzəltmə zərfimiz sevincləndir. Bəli, doğru fikirdir. Amma biz yenə də B olan cümləyə də baxırıq. Hava tamamilə qaralsa da uşaqlar hələ gəlib çıxmamışdılar. Burada isə düzəltmə zərfimiz tamamilədir. Ümumiyyətlə bu cümləmizdə iki zərf var. Tamamilə və hələ. Tamamilə düzəltmədir, amma hərəkətin tərzini bildirmir. Elə bunun üçün yalnız A-ya aid olan bir fikirdir. Üçüncü, zərflərin quruluşca növləri fərqlidir. Bunu hər ikisinin kəsişməsinə aid edib. Gəlin baxaq. A variantında olan zərflər birdən-birə mürəkkəbdir, sevinclə düzəltmədir. Deməli, fərqlidir. B variantında da tamamilə düzəltmədir, hələ sadədir. Deməli, hər iki cümlədə ayrı-ayrılıqda cümlələrə baxırıq. Zərflərin quruluşca növləri fərqlidir. Deməli, 3 də doğru fikirdir. Müxtəlif məna növlərində olan zərflər işlənmişdir. Bunu da hər ikisinə aid edib. Biz baxırıq A olan cümləmizə. A-da olan cümləmizdə hər ikisi tərzi hərəkət zərfidir. Deməli, biz bu variantı doğru hesab edə bilmərik. Çünki A-ya aid deyil. İndi gəlin B-yə baxaq. Tamamilə cəmiyyət zərfidir, hələ zaman zərfidir. Deməli, bu fikir B olan hissəyə yazılmalıydı. Bunun üçün 4-ü götürmürük. 2, 3. Cəmiyyət zərfi şərt şəklində olan feili izah edir. Yalnız B-yə aid cümlədir. Ümumiyyətlə, B-yə aid cümlədə cəmiyyət zərfi tamamilədir. Qaralsa feilini izah edir və qaralsa da şərt şəklində olan feildir. Deməli, 5-ci fikrimiz doğrudur. 6-cı, quruluşda sadə olan tərzi hərəkət zərfi işlənmişdir. Burada bir quruluşda sadə olan zərf var. Bu da tərzi hərəkət zərfi deyil, zaman zərfidir. Bunun üçün də 6-cı olan fikrimizi götürmürük. Cavabımız 2, 3, 5 D variantı. Bu tipli izahların davamının gəlməsini istəyirsinizsə, kanala abunə olmağı unutmayın.